Önündən bir iş görüb ona çatacaq xeyrin qabağını alma. Bir xeyr gəlir, onu qoyma, qabağını alma. Hədisə baxın. Məsumdan da buyurur ki, İnnehu qad tabba aleykum da'ul umam min qablikum. Peyğəmbər buyurur, sizə də bir bəla gəldi, yetişdi. Sizdən öncəkilərdə idi bu bəla, xəstəlik virusda da gəlib çatdı. Peyğəmbər belə deyir adı. Nədir o? Buyurur ki, vələ həsəd. Bu bir bəladır ki, bütün ümmətlərin bəlası idi, axır üstə yetişdi. Leysə bi xaliqi şər və lakinni xaliqud din. Vay. Dini kökündən qaşıyır. Dindarlığı kökündən qaşıyır həsəd. Gör nə söz? Dindarlığı elə bil, deyək də, kökündən vurur, çıxardır. Sonra nə deyir? Yənci fihi, kim qurtula bilər bu həsəddən? Ən yəkuffəl insan yədəhu, əlini saxlasın. Heç olmasa qoymasın, praktika keçsin də. Bir xeyir çatacaq, bir iş görmədə nə olsun? O xeyir yetişməsin. Dilini qorusun, onun haqqında təni eləməsin. Və la yakunu za qəmzə. Gör nələrə fikir verir Peyğəmbər. Deyir, göz qaş eləməsin. Adam bir nəfər tərifləyirlər, bu da baxır, belə eləyir. Deyir, onu eləmə. Qoyma gözün. Gözün kontroldan çıxsın. Gözü də yine kontrolda saxla. Əxlaq tutan bir sözü budur. Həsəd praktikaya keçməsin. Var, bildim də, indi daha neyək? Qoyma praktikaya keçsin. Sonra nə deyir hədislərdən çıxarışlar deyir. Qoy bir dənə başqa söz hədis deyim. Çox maraqlıdır. Buyurur, Səlasətun la yusləmu minhunna əhəd. 3 şey var ki, heç kəs ondan xilas olmaz. Heç kəs ondan xilas olmaz. Böyük ruhlu insanlara aiddir belə hədislər. Yəni, aşağı təbəqə, orta təbəqəyə aiddir. 3 dənə xüsusiyyət var ki, çoxsunda bu var. Nədir o? Və tiyərə, və zən vəl həsəd. Tiyərə bir sünədir. Tiyərə, yəni adam elə hər şeyi pisə fikirləşir. Bir nəfər keçir qabağına, deyir, bir işim düz gətirməyəcək. Nə bir də heyvan keçirdi, bir vəziyyət xarab olacaq. Tiyərə bu. 3 dənə bir şey var. Biri budur. İkinci nədir? Həsəd. Üçüncü zən. Bədgümanlar. Deyir, fəizə tətəyyərtə. Elə ki, belə o gəldi səndə bu hal ki, filankəs çıxdı qabağıma, işim düz gətirməyəcək, işimi dayandırma, fəmzi. Ged işimi dalayacam. Başım bıraq. İmam Əleyhisselam döyüşə girdi, tutdular qabağını ki, vəziyyət yaxşıdır, ulduzlara baxmışıq, pis olacaq. Dedi, yaxşı, əlhəmdülillah, təvəkkül Allaha, bismillahirrahmanirrahim. Hərəkət elədi, nə oldu? Uğurla qazandı, müharibə də qələbə ilə bitdi, qayıtdı. Və tiyərə, onu qoy kənara. Üçüncü nə buyurur? Buyurur, və izə zənəntə fəla təhəqqəq, fəla tuhəqqiq, daha doğrusu. Buyurur ki, elə ki, bəd güman oldun, kiməsə bir bəd gümanlara qabıldın. Heç olmasa neynəmə, onu tətbiq eləmədə, məsələn, adam beyninə bir nəfər haqqında pis fikir gəldi, neynəyədə, zehnimizi özü gəldi də, belə deyək. Düzdür, ali insanlar da gəlməz, ixtiyarı yoxdur. Amma gəldi də, tutaq ki, gəldi. Neynəsin? Deyir, daha məsələn, o cümana qapılıb o cürünə davranmadı onu ilə. Davranmadı heç olmasa elə. Üçüncü nədir? Buyurur, İzə həsəddə fəla təbqi. Elə ki, həsəd hissin oyandı, keçirtmə onu praktikaya. Vallahi həddi başma. Gördünüz, həddisə mənədir. Yaxşı? Bu bir məsələ. İkinci neynə? İkinci buyurur ki, bunlar deyim, inşallah yekunlaşıram. İkinci buyurur ki, yaxşılıq elə ona. Həmən həsəd elədiyin insana qarşı neynə? Yaxşılıqlar eləməyə başlar. Qalx da yəni ayağa. Bir iş gör. Oturmuşsan, məndə alınmır. Alanlar var, məndə oturur, özünü danlayır bütün gün, amma bir şey yox. Danlama yaxşı bir şeydir, amma praktikaya keçsin. Bir dənə bizim kinolarımızdan biridir. Yadıma düşsə deyərəm. O kinonun özünün, o fragmenti deyim, yadıma düşsə özü çıxan bir-bizə deyirsiniz də, ekran qarşısında olanlara deyirəm. Deyir ki, evdə hamı iş görür, biri o yana, biri bu yana, hamı iş görür. Bir nəfər var, oturub belə baxır. Belə qıraqdan baxır. Sakit baxır. Axırda biri gəlir, sən niyə iş görmüsən? Deyir, mən xəcalət çəkirəm. Deyir, niyə? Deyir, onlar işləyir, mən oturmuşam. Ya qardaş, xəcalət çəkirəm, duş gördüm. Niyə deyirəm sənə belə xəcalət verir? Qıraqdan oturub baxır, deyir, mən xəcalət çəkirəm. Böyük iş görürsən, maşallah, sənə halaldır. Yaxşı ki, xəcalət çəkirsən, ha sən. Nə boydu iş gör. Xəcaləti belə çəkmirlər, dur ayağa neynə. Həzrəti Zeynəb salamullah aleyhanın karvanı qəmin qüssənin içində idi, amma işində görürdü, İmam Hüseyin təbliğ edirdi.
Hərəkət. Hərəkətliliyi sevir dinimiz. O qəm ki, insan elə başını salıb aşağı ağlayır, heç nə yoxdur, bir fəaliyyəti yoxdur, bir çalışması yoxdur. Fəaliyyətsiz qəm dəyəri yoxdur ki. Hərəkət yoxdursa, sən səbr eləyəm. Səbr də belə deyirlər də bəzən. Keçən verilişdə söhbətimiz oldu. Səbr elə bir ki, elə bilirlər ki, oturmaqdır. Səbr aktiv insanların xüsusiyyətidir. Səbr meydanda olur. Oturanda nə səbr? Oturmuşam da. Deyir, xəcalət, baxıram qıraqdan bunlara xəcalət çəkir. Bunlar işləyir, mən baxıram. Belə şey olar, deyir. Ya qardaş, belə xəcalət mənə lazımdır. Dur, ayağı iş gör. İndi, bilirsən problemi, iş gör. Görürsən, səndə bu var. Nəsə bir addım at da, yaxşılıq elə. Yaxşılıq nə? Həsəd meylivi qibdəyə çevir. Qibdəyə çevir. Hədis nə deyir? Deyir, həsəd odur ki, onda olan mənim olsun. Deyir, elə demə. Nə ilahi, onda olan məndə də olsun. Eybi yoxdur, bu qibdədir. Bildirsiniz, sənin sərvətin var, deyirəm, o mənim olsun. O həsəddir. Bir də var, mənə də belə bir yetir. Bu nədir? Qibdədir. O hədisin deyim, وَلَا يَقُولُ أَحَدُكُمْ لَيْتَ مَا أُوتِيَ فُلَانٍ مِنَ الْمَالِ وَالْمَرْأَةِ الْحَسَنَةِ كَانَ لِي. Belə deməsin sizlərdən biri ki, filan kəsdə nəsə varsa, o mənim olsun, o pul mənim olsun. Məsələn, فَإِنَّ ذَلِكَ لَيَكُونَ həsəd, buna həsəd deyilə. وَلَكِنْ يَجُزْ أَنْ يَقُولْ اللّٰهُمَّ, ay mənim Allahım, ə'tini misləh, ona verdiyi mənə də ver. Bu həsəd deyil, istə bunu. Sən də görmürəm, nüfuz, mənə də verdi o, nə olar ki? Bir də o səndə içsin, məndə olsun, bu həsəd. Üçüncünü də bitirirəm, inşallah, bir də ki, həsəd əhli bunu düşünsün ki, zalikə fədlullah. Yutihi mən yaşa. Bu Allahın fəzli də verib ona. Niyə? Allahla düşmənçiliyin var. Allah verib də onu hissin. Ya minnət deyil, lütf eləyib, ya imtihan üçün verib. Pis adam da imtihan eləyir. Onu da eləyir, sənə də eləyir. Ya da minnətdir, yaxşı adam da verib. Allahla düşmənçiliyin var. Ona görə hədislərdə nə var? Hədislərdə var ki, yəbnə İmran, la təhsudənnən nas ələ ma ataytuhum min fəzli. İnsanlar verdiklərim insanlara tapşır. Mən kiməsə nəsə vermişəm, neynəməsinlər? Narahat olmasınlar bu işə görə. Və la təmuddənnə ayneykə ilə zalikə. Gözlərini neynəməsinlər? Dikməsinlər bu məsələyə. Sonra deyir, nəfslərin axısını getməsinlər, axırı budur. Fə innəl hasid saxitul li nə'ami. Əslində, həsəd əhli mənlə düşmənçi edir. Mənə deyir ki, şuna vermişsən. O mənə deyəmir, onunla vuruşur. Mənlə düşmənçi edir. Axırı necə qutarır? Buyurur ki, sadəli qismi, razılaşmır mənim böldüklərimlə. Əlləzi qəsəmtu beynə ibadi, bölmüşəm, məsələn, razılaşa bilmir. Və mən yəkun kəzalik, fəmən yəku kəzalik, fələysət minni, fələstu minhu və leysim. Kim belə olsa, nə o məndəndir, nə mən ondan. Heç bir. Biri məsum, bir nəfər, bir şəxs ev tikirdi, biri də gördü onu. İmam Sadiq deyir. O görən kimi dedi, ev tikirdi o adam, dedi, əlhamdülillah, əlhamdülillah, ənə əmtə və zid. Allah şükür olsun, o nələr vermişsən, artır, artır. Dedi, bax, bu İmam bunu təqdir elədi ki, maşallah, buruqdur. Mən yığdım mövzunu bir yerə, davam eləyəcəm, hələ 15-ci çıxışımdır, hələ davam eləyəcəyim. Molla Sədranın əsas bir dənə fikrini istədim qoyaq ortaya ki, görün, onlar o insanşünaslığa necə yanaşır. Onu siz çox düşünün, çox düşünməyə dəyər. İnşallah gələn dəfə mən davam eləyəcəm Allahın lütfü inayəti ilə.